Hər vaxtınız xeyir dəyərli izləyicilər. 12 dekabr 2025-ci il son dəqiqə bir məlumat diqqətinizə çatdırıram. Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edildi. Reaksiya TV-nin əldə etdiyi məlumata əsasən ekspert tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı onlar ittiham olunurlar. Xatırladım ki, Gündüz Abbasov bu iş üzrə hazırda həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilib. İttiham ondan ibarətdir ki, Kamran Əsədov və Gündüz Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər. Belə ki, gizli kamera, səs ötürücü funksiyalı, VIP smart telefon, nano qulaqlıq, MIFI cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb. Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə ötürülüb. Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib. Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsait alaraq öz aralarında bölüblər. Kamran Əsədovla Gündüz Abbasov bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satışı məqsədilə əldə edilməsi və 308.1-ci vəzifə səlahiyyətlərindən sui-istifadə maddələrlə ittiham edilirlər. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulub. Hazırda cinayət işinə Gəncə şəhər məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bugün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qəti imkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərarı alınıb. Növbəti iclas dekabrın 15-də keçiriləcək. Xatırladaq ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilməsi olub. Deməli, Dövlət Təhlükəsizlik Xidmətindən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsində istintaq işi aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd olunan şəxslər əlavə daha bir neçə nəfər cinayət işi açılıb və onların da hazırda işləri məhkəmədədir.